Bu videoda HTML-də istifadə olunan formatlama etiketləri, hansı ki ingiliscədə formatting təqləri gedir. Biz bunlar haqqında məlumat əldə edəcəyik. Mətnin qalın, meyli, alt xətti və s. kimi necə yazıldığını biz nümunələrlə görəcəyik. Əgər HTML öyrənməyə yeni başlamısınızsa, bu mövzu yəni həm yeni başlayanlar üçün, həm də izləyənlər üçün çox önəmli bir mövzudur. İndi isə biz bu HTML-də bizim dediyimiz etiketlər, hansı ki formatting təqləri nə olduğuna baxaq və ən çox istifadə olunan təqləri sizə göstərəcəm. Deməli, keçək. Bunlardan ilk B-dir, bold. Baxın, bu mətni qalınlaşdırmaq üçün istifadə olunur. Baxın, mətni qalınlaşdırır. Bu bizim ilk təqimizdir. Daha sonra yenə də mətni həm vacib kimi, yəni qalın, bu da qalın göstərir. Yəni B ilə demək olar ki, eyni işi görür. Strong təqi var. Məsələn, buna da mətn yazacaq. Baxın, bu da eyni işi görür. Görürsünüz, çox bir fərqi yoxdur. Daha sonra italik, adından da götürür, i hərfi ilə yazılır. İtalikdə məsələn, yenə biz mətn yazsaq və açsaq, baxacağıq ki, bu yazını italik edir. Yəni incə və daha biraz daha əyri yazır. Daha sonra bizim M təqimiz var, hansı ki bu mətnə vurğu vermək üçün istifadə olunur. Buna da mətn yazaq. Mən sadəcə olaraq bu gün bunları sizə göstərəcəm ki, baxın, bu da əslində italik kimi edir. Necə ki, ilk göstərdiyim tek bu, məsələn, bold qalın yazırdı, strong da onun kimi mətni vacib göstərmək üçün qalını göstərirdi. Eyni zamanda da bu mətnə vurğu verir və həm də baxdığınızda italikə çox oxşuyur. Yəni italikin etdiyi yazıya çox bənzəyir. Mətnin altından xətt çəkmək istəyirsinizsə, bunun üçün baxaq. Mətnin altından xətt çəkir bu təqləri. Daha sonra mark var. Gəlin bunu da yoxlayaq. Və siz istədiyiniz kimi mətnləri buraya yazıb yoxlaya bilərsiniz. Mən sadəcə olaraq bunu sizə göstərmək üçün hər birinin içinə mətn yazıram. Baxın. Bu sanki mətni markerlə üstündən xətt çəkir, vurğulayır. Yəni mark bir sözlə bundan öncə mənim sizə göstərdiyim bu M pasisi, hansı ki M sizə təqi göstərdim. Baxın, sadəcə olaraq M-in üzərinə markerlə yazılmış kimi göstərir. Mark. Sonra mətni kiçik göstərən bir təqimiz var idi. Small. Məsələn, avtomatik. Yenə mətn verəcəm. Baxın, mətni kiçiltdi. Sonra bizim hansı təqlərimiz var? Məsələn, belə bir təq var idi. Baxın, üzərindən xətt çəkir, silinmiş kimi göstərir bu. Deyil, yəni deleted etiketi gedir. Daha sonra insert var, hansı ki bu səhv hatırlamıramsa bu cür yazılırdı. Burada biz mətn verək və baxaq. Baxın, bunun da altından yenə xətt çəkir. Yəni bunun kimi təqlər çoxdur. Yenə başqa hansı təqlər var idi? Məsələn, bu ən önəmli təqlərdən biri. Məsələn, aşağıdan indeks yazmaq üçün. Məsələn, onu göstərim sizə. Buradan biz 2 versək, məsələn, deyək ki, baxın, bunu ilk öncə run edin, baxaq görək necə görsənir. Sonra mən
tam olaraq istədiyimi edəcəm. Məsələn, biz bura qoysaq bir dənə H qoysaq, bir dənə çıxışına bitdi. Bu qədər baxın. Yəni biz aşağı indeks yazmaq istəyiriksə, subscript təqindən istifadə edə bilərik. Eyni zamanda bunun üst hissəsini yazmaq üçün də istifadə olunan bir təqimiz var idi. Superscript edirdi o. O da tam olaraq belə yazılmalı, səhv etmirəmsə. Məsələn, run edək. Aha. Bu şəkildə istifadə olunurdu. Yəni, göstərdiyim təqlər, bunların içində ən çox istifadə olunan təqlər var. Məsələn, göstərdiyim aşağı indeks, yuxarı indeks, bolddur, italikdir. CSS gördüyümüzdə biz bunları daha rahat şəkildə işləyəcəyik. Sadəcə HTML-də də biz bunları bilməliyik. Yəni, bunlar əsasdır. Məsləhət görürəm bunları öyrənəsiniz. Həm də bu formatting təqlər bizim mətnlərimizi daha oxunaqlı, daha vurğulu göstərmək üçün istifadə olunur. Və biz bu ən çox istifadə olunan təqləri gördük. Necə yazıldığını gördük. İstədiyiniz mətni onun içində yaza bilərsiniz, dediyim kimi. Biz bu videoda da HTML-də formatting təqləri aydın şəkildə gördük, öyrəndik, hətta tətbiq etdik, belə deyək. Əgər video sizin xoşunuza gəldisə, like atmağı və kanala abunə olmağı unutmayın. Növbəti videoda da HTML-də növbəti mövzulara keçəcəyik. Görüşənədək hələlik.